Quba xanlığı 1726-cı ildə Hüseyn Əli xan tərəfindən yaranır. Hüseyn Əli xan tərəfindən yaranır 26-cı ildə. Amma müstəqil deyil də təbii ki, həmin zaman 26-cı ildən danışıram. 26-cı ildə Nadir Şah olmasında Nadir xan olsun, Səfəvilər dövlətliyi var idi, düzdürmü? Yəni müstəqil xanlıq deyil, müstəqil xanlıqın Şəki xanlığının adını verir də, elə yaxşı. Quba xanlığının mərkəzi hansı olur? Quba, Xuda. İki şəhər, birinci Xuda, sonra Quba. İki şəhər mərkəzi olur. Hüseyn Əli xan da, Quba, necə Urmiya xanlığı dedik, inşallah Azərbaycan Baytaqda birləşmə siyasəti yaparırdı. Quba xanlığı da Azərbaycan Baytaqda birləşmə siyasəti yaparır. Deməli, Hüseyn Əli xan 1757-ci ildə haranı birləşdirdi? Salyanı. Hüseyn Əli xandan sonra hakimiyyətə gəlir oğlu Fətəli xan. Fətəli xan Əfşar var, Qubalı Fətəli xan. Fətəli xan Əfşar Urmiya xanlığının yaradıcısıdır. Qubalı Fətəli xan Quba xanlığının yaradıcısı deyil, Quba xanlığı idarə edənlər biri olur. Fətəli xan hakimiyyətlilərini bilin. 1758-89 mütləq hakimiyyətini bilməliyik. Çünki Salyanı birləşdirən Fətəli xan yox, atası Hüseyn Əli xan. Qubalı Fətəli xan hakimiyyətə gəldi, 3 tədbir gördü. Neynədir? Bu adam birləşdirmə siyasəti həyata keçirdi. Sonra vergi islahatı həyata keçirdi və köçürmə siyasəti həyata keçirdi. Düzmü? Uşaqlar, birləşdirmə siyasətinin nəticəsində Quba xanlığı Şimal-Şərqi Azərbaycanı birləşdirir. Şimal-Şərqi Azərbaycanı. Bütün Azərbaycanı heç bir xanlıq birləşdirə bilməyib. Qubalı Fətəli xan yalnız Şimal-Şərqi Azərbaycanı birləşdirir. Vergi islahatı nə idi? Vergi islahatına görə vergini əvvəl mahal naibləri yığılır. Mahal naibi vergini yığılan zaman öz başına alır. Vergi bir hissəsini mənimsəyir. Bu da yaradırdı öz başına alırlar. Bunu ləğv etdi. Vergini artıq birbaşa kimlər yığacaqlar? Kənd Xuda vergini yığırdı, birbaşa xanın xəzinəsinə gətirib təhvil verir. Bəzi mükəlləfiyyətləri var idi. Bunları xanın yasalılar, yəni xanın nümayəndələri bu işə baxırdılar. Köçürmə siyasətinin nəticəsində bir sıra məqsədlər vardı. Əhalinin sayını artırmaq lazım idi. Özünə dayaq yaratmalı idi. Sərhədləri möhkəmləndirməli idi. Düzdür? Hansı tayfanı köçürmüşdür Muğamdan? Muğamdan Şahsevən tayfası köçürməkdən məqsəd nə idi? Sərhədləri möhkəmləndirmək lazım idi. Muğamdan Şahsevən tayfası köçürmüşdür. Əhalinin sayını artırmaq üçün digər bölgələrdən əhalini gətirdə harada məhsullaşdırdı? Şamaxı bölgəsində məhsullaşdırdı. Düzdür? Bu tədbirləri gördü mü? Bu tədbirlərin nəticəsində artıq başladı davama. Yəni, Şimal-Şərqi Azərbaycan birləşdirməsini deyirik, düzdür? 1759-cu ildə hara birləşdirildi? Dərbənd. Deməli, Dərbənd xanlığı yaradıcısı Məhəmməd Hüseyn xanlığı. Bu, o qədər ağır vergi siyasət tətbiq etmişdi. Əhali bundan vermişdi. Əhali özü Qubalı Fətəli xanı dəvət etdilər ki, bizim canımız burada. Qubalı Fətəli xan getdi, 1759-da Dərbəndi işğal etdi. Sonra, Dərbəndlə idarəsində öz həyat yoldaşı Tuti Bikə xanla təmin edilmişdir. Sonra, 1767 Bakı tutuldu. Nikah diplomatiyasına. Bakı xanı kim idi? Məlik Məhəmməd xan. Fətəli xanın bacısı ilə evləndi. Bu qohumluq əlaqəsindən istifadə edilib Bakını tutdu. Bakının tutulmasında nə idi? 3 məqsəd var. 1. Bakı liman şəhəri mütləq tutulmalı. 2. Əgər Bakı hər hansı bir dövlətin hücumuna məruz qalsaydı, bu üçün təhlükə yaranacaq. Bakı Qubanın qonşusudur, düzdürmü? Üçüncüsü, Bakı əhalisi özü Fətəli xanı dəvət etdilər ki, bizə kömək edir. Bax, Bakı tutulmasında 3 məqsəd nə olur? 1. Bakı liman şəhərini mütləq işğal edilməlidir, çünki dövlətin biz deyirik də dəniz qüdrətli olmalıdır. Dəniz qüdrətli Quban olmaq üçün eləməli, Bakı tutulmalıdır, çünki Bakı liman şəhəridir, 1. İkincisi, Bakıya hər hansı bir dövlət hücum edirsə, məsələn, deyək ki, dənizdən Bakıya hücum edirsə Rusiya dövləti, bu üçün bir mənalı problemi çıxacaq. Bakının qonşuluğunda etmişik, ona görə. İkincisi, Bakı əhalisi özü Qubandan dəvət edir. 67-ci də Bakı tutulur. Düz. Əvvəlki mövzu, Şəki keçən zaman demişdik. 1767-ci ildə Şəki ilə Quba, 67-ci ildə Şamaxı bölüşdürdülər. 68-ci ildə Quba xanı Fətəli xan, Şəki xanı Hüseyn xana qalib gəldi və bütün Şamaxı tutdu. Yəni 68-ci ildə hara tutulur? Şamaxı, sonra Cavad dövləsi. İndi bir dənə qulaq asaq. Şamaxının tutulması Quba üçün böyük əhəmiyyəti var. Həm iqtisadi məqsəd güdür, həm siyasi məqsəd güdür. Quba xanı Fətəli xan əsnasında keçmiş Səfəvilər dövlətini bərpa etmək istəyirdi. Şamaxı ticarət yolu üstündə yerləşirdi. Şirvanşahların vaxtında paytaxt idi. Onu tutmaq idi. İqtisadi məqsəd nə idi? Şamaxı ticarət yolu üstündə yerləşirdi. Ora mütləq tutmaq idi. Siyasi məqsəd nə idi? Şamaxını tutsaydı əgər
Şamaxıdan keçib Şəki və Qarabağ tutmaq daha rahat olacaq. Bax, Şamaxının tutmasında iki məqsəd nə idi? Yusif. Həm iqtisadi məqsəd var, həm siyasi məqsəd. İqtisadi məqsəd ticarət yolu, coğrafi mövqeyinə görə ticarət yolu üstündə yerləşirdi. Siyasi məqsəd nə idi? Şamaxı tutsaydı Şəki və Qarabağ tutmaq daha rahat olacaq. 68-ci Şamaxı tutdu, hətta Şamaxının paytaxta çevirmək istəyir. 68-də Şamaxı tutuldu. Şamaxı tutulandan sonra işğal edildi hara? Zavat. Zavat xanlığı deyilən bir xanlıq haqqında biz keçməyəcəyik. Zavat xanlığı indiki bir Salyan, Muğam bölgəsində hərəkət bir xanlığı. Zavat xanlığı da tutuldu, düzdür? Zavat xanlığı tutulandan sonra 68-ci ildə. Sonra 1774-cü il. Hansı döyüş oldu? Cavduşan döyüşü. Əmir Həbislər. Cavduşan döyüşündə bir tərəfində Quba xanlığı var idi uşaqlar. Bir tərəfində Şəki, Qarabağ, Dağıstan hakimləri. Bunlar birləşdilər. Quba xanı Fətəli xanla 74-cü ildə Cavduşan döyüşü yapardılar. Döyüşdə Quba xanı Fətəli xan məğlub oldu. Salyana çəkildi. Fətəli xan gördü ki, artıq tək başına bunlarla qalib gələ bilmir. Rusiya dövlətindən kömək istədi 75-də ki, mənə kömək edin. Rusiya çarşısı 2-ci Yekaterina kömək Rus qoşunlarını Dərbəndə göndərdi və nəticədə həmin Şəki Qarabağ Dağıstan kimi geri çəkildilər və Quba Fətəli xan yenidən gəldi, hakimiyyətini burada bərpa edir. Sonra 1780-81 hücum etdi hara? Qarabağa. Yəni Qarabağ birinci öz belə deyək kürəkəni Bakıxanı Məlik Məhəmmədi diplomat kimi göndərdi ki, Qarabağ xanına məktub çatdır. Həmin zaman Qarabağ xan kim olacaq? İbrahim Xəlil. Təslim olsun, İbrahim xanın əfsini onu həbs etdi, təslim olmadı. Yəni Qarabağa yürüşü uğursuz, Qarabağa tuta bilmədi. 1784 hücum etdi hara? Cənubi Azərbaycana. Cənubi Azərbaycan iki bölgəsi, Ərdəbil və Meşkin. Uşaqlar, Ərdəbil və Meşkini tutdu. Lakin Rusiya dövlətinin etirazına görə, Gürcü hakimlərinin etirazına görə məcbur geri çəkildi. Çünki Rusiya dövləti istəmirdi onun qonşuluğunda Quba xanlığı kimi güclü bir dövlət olsun. Quba xan Fətəli xan da Rusiyanın bizdə gəlmək istəmədiyinə görə məcburiyyət qarşısında geri çəkildi. 85-ci ildə Lənkəran Şəki tutuldu. 89-cu ildə Fətəli xan vəfat etdi. Yəni Quba xanlığı məqsədi nə idi? Bütün Azərbaycanı işğal edib vahid dövlət yaratmaq. Məqsədinə çata bilmədi. Yalnız və yalnız haranı birləşdirdi? Şimal-Şərqi Azərbaycanı birləşdirdi. 89 Fətəli xan ölümündən sonra hakimiyyətə gələn Əhməd xan oğlanlar, Şeyx Əli xan, onların dövründə işğal edilən ərazilər müstəqilləşdi, Quba maslığından çıxdı. Sonraki dövrdə biz 1-ci Rus-Qazar müharibəsindən keçmişik. Keçən zaman yazılacaq. 1806-cı ildə Qubanı Ruslar işğal etdilər. 1810-a qədər orada yaratdılar əyalət şurası. 1810-cu ildə Quba xanlığı tamamilə ləğv edildi və Rusiya öz idarə sistemini, komendant idarə sistemini tətbiq etdi. Quba xanlığı mövzusu bundan ibarət. Problem var mı özünə baxışaq? Nadir Şahın ölümündən əvvəl deyək ki,